1950-ci ildə BMT-nin Assambleyasında uşaqların müdafiə günü kimi qeyd olunur. Bu gün hal-hazırda nəinki Azərbaycanda, bütün dünyada qeyd olunur. Uşaqları xoşbəxt etmək üçün birinci biz valideynlər həqiqətən əziyyət çəkməliyik, onların qayğısına qalmalıyıq, onların yanında olmalıyıq. Mən çox arzulayıram ki, sığınacaqda olan uşaqlarımız var. Onların gözü yolda qalmasın. Və bir-iki söz də deyəcəm buradan sığınacağa uşaqlarını, evlatlarını qoyan valideynlərə. Əziz valideynlər, etməyin belə. Çünki bizim uşaqların sevgiyə, qayğıya ehtiyacı var. Necəsiz? Adın nədir? Niyaz. Niyaz, niyə yığılmışsınız bura? Ad günümdə. Neçə yaşın olur? 6. Sizin də 6 yaşınız olur? 5. Sən 5 yaş. Mənim də 7. Ay Niyaz. 5. Vəziyyət nətərdir dostlarınla? Yeyib içməkdəsən, baxma. Bəs mənə niyə təklif etmirsən? Hə? Edirəm. Öpə bilərəm səni? Sən də məni öp. Ad günün mübarək olsun. Böyük oğlan olasan. Ay Niyaz, bugün başqa bir günü də qeyd edirik. Hansı gündür o, bilirsən? Nə günüdür? Oğlanlar günü. Oğlanlar günü doğrudan qızlara aid deyil. Aiddir. Nə gözəl. Yaxşı, mən onda sənə deyim də, mən baxıram ki, yadımdan çıxıb bugün nə günüdür. Bugün həm də uşaqlar bayramıdır. 1 iyun uşaqların müdafiə günüdür. İnşallah biraz böyü, artıq o zaman özün cavablandırasan bu sualı. Tamam mı? Tamam. Ay Niyaz, burada neçə dənə qız var, neçə dənə oğlan var? Ən çox qızlarla dostluq edirsən, yoxsa oğlanlarla? Oğlanlar. Niyə? Qızlarla niyə dostluq etmirsən bəs? Onlar qızlar. Qızdılar. İdmana gedirsən? Yox. Böyüyəndə nə olmaq istəyirsən? Hansı sənətin sahibi olmaq istəyirsən? Polisim. Niyə polis? Çünki polis güclüdür. Aferin sənə. Adın nədir? Ayam. Ayam neçə yaşın var? 5. 5 yaşın var. Nə gözəl qızsan Ayam. Böyüyəndə kim olacaqsan? Həkim. Həkim olacaqsan. Nə həkim olacaqsan? İğne vuracağım. İğnə vuracaqsan. İnşallah. Gələrəm onda mənə də iğnə vurarsan. Tamam mı? İnşallah. Ay bala, yeyib içməkdəsən, başın qarışıb öz aramızdır. Çox içirsən. Adın deyə görüm. Adın nədir? Cesaret. Cəsarət. Kim verib bu adı sənə? Babası. Babası. Babam verib. Cəsarətli oğlansan, eləmi? Aferin. Adını bir görüm. Yusuf. Yusuf, neçə yaşın var? Nə qəşəng oğlansan, xarizmatiksən. Tortun üzərində qəşəng çiyələklər var. Bunları kimlər yeyəcək? Mənə verəcəksin? Adını bir görüm. Rəvan? Ay Rəvan, sən nə qəşəng yanaqların var, batır özdə. Çox qəşəng oğlan. Yeni gün. Yeni gün. Nə gözəl adın var. Kim adını Sənin adını kim qoyub? Nənəm. Nə gözəl. Təqdim et özünü. Təravət. Neçə yaşın var quzum? 6. Böyük qız olasan. Sənin neçə yaşın var? 7. 7 yaşım var. Uşaqlar, mən sizə bir dənə də sual verib gedəcəm. Deyin görüm, valideynləri sizin yanınızdadır, düzdürmü? Xoşbəxtsiz? Nə qədər sevirsiniz onları? Çox. Çox sevirsiniz. Atanı çox, sən ananı, düzün deyə amma. Atamın. Atan, niyə? Çünki atam bana hər şey alır. Ana almır. Ana da sənə piknik edir. Alır. Sən təbrik edirəm. Ad günün mübarək olsun. Gül balalar, bayramınız mübarək olsun. Mən buradan gözəl valideynlər sizə də təşəkkür edirəm bu şəraiti bizə yaratdığınız üçün. Həmişə belə evlatlarınızın yanında olun ki, qoy onlar belə xoşbəxt olsunlar. Bayramınız mübarək. Salam uşaqlar. Necəsiz? Bayramınız mübarək. Bugün nə günüdür? Uşaqlar günü. Nə günüdür? Uşaqlar günü başa düşdüm. Yəni bu günü necə qeyd edirsiniz hal-hazırda? Qızlara. Aha. Təqdim elə özünü. Adım Məlikədir, soyadım Hüseyin var. 9 yaşım var. 9 yaşım var. Məlikə, bugünkü gündə uşaqlara nə arzun var?
Sevinç. Sevinç, aha nə gözəl. Yaxşı, mənə de görüm. Bax, uşaqlar var ki, sığınacaqlarda olurlar, valideynləri yoxdur. Bəs o uşaqlara nə arzu edirsən? Anası atası olsun. Anası atası olsun. Valideyn. Bəs o valideynlərə nə deyirsən ki, əziz valideynlər, uşaqlarınızı atmayın. Nə formada deyə bilərsən onu? Hə. Yəni Daim onların yanında olsunlar, onların qayğısına qalsınlar. Çünki uşaqların həmişə qayğısı. qayğı... Ay, sağ ol. Burada qəşəng, göyçək oğlanlar var. Özünü təqdim et. Raul Şükürov, Vasiloğlu. Aha, Raul neçənci sinifdə oxuyursan? 5-ci sinif. Bura bugün gəlmisən, nə gözəl. Bax, mən gördüm, qəşəng səliqəli geyinmisiniz hamınız. Bu geyimdə, bu gözəllikdə, yaraşıqda gəlib iştirak eləyirsiniz, düzdür, oynayırsınız, əylənirsiniz. İndi mənə deyə bilərsənmi, böyüyəndə nə kimi inşallah hansı sənətin sahibi olacaqsan? Polis olmaq istəyirəm. Polis niyə görə? İnsanları qorumağı xoşlayıram. İnsanlar, inşallah Allah səni arzuna çatdırsın. Asiman neçənci sinifdə oxuyursan? 5, hətta doğum günü uşağı ilə sinif yoldaşı. Sinif yoldaşısan. İndi mənə de görüm, bax bugün əylənirsiniz də dostlarınızla. Neysə bir əsliklik varmı? Xeyr, qətiyyən olmur. Nə gözəl. Valideynlə gəlmisən bura? Bəli. Nə gözəl. Həmişə toplaşırsınız belə uşaqlarla birlikdə? Həmişə toplaşırıq. Ən çox elə Heydər Parkında belə. Nə gözəl. Bir dənə də piknik tapdım bu gözəl bayram günündə. Baxıram ki, çox gözəl formada əylənirlər. Amma bir dənə də bunu vurğulayım ki, həqiqətən bu gözəllikləri dövlətimiz yaratmasaydı, bu uşaqlar bu cür nə istirahət edə bilməzdi. Və valideynlərə də təşəkkür edirəm ki, bu şəraiti uşaqlar üçün yaradır, uşaqlar əylənirlər, şənlənirlər. Uşaqlar, necəsiz? Mən otura bilərəm. Adın nədir qızım? Safiyə. Safiyə. Safiyə, nə gözəl adın var. Safiyə, bax yığışmışsınız da bura, düzdür? Bugün nə günüdür ki, belə yığışmışsınız? Uşaqlar günü. Uşaqlar günü. Bu uşaqlar gününü kim siz üçün yaradıb? Mən. Sən yaratmışsan? Yox, baxın, uşaqlar, bunu mən sizin nəzərinizə çatdırım ki, sizin üçün bu günü bizim gözəl dövlətimiz və onun rəhbərliyi tərəfindən yaradılıb. Düzdür, çoxdanıncı illərdə yaradılıb, 1950-ci ildə məlumat verirəm. Amma bugünkü gündə dövlət tərəfindən sizin üçün rəsmi olaraq qeyd edilib. Mənim gül balalarım, gözəl balalarım. Yaxşı, bax bu cür dincəlirsiniz. Bu ərazi, bu gözəllik xoşunuza gəlirmi? Bəli. Nə gözəl, xoşunuza gəlir. Bəs bu yaşıllığı siz üçün kim yaradıb? Mən. Dövlət yaradıb. Aferin qızım sənə. Dövlət yaradıbsa, istirahət edirsinizsə, rəhbərliklərə təşəkkür bildirirsinizmi? Hayır. Aferin sizə, aferin. Uşaqlar, baxın, sizin valideynlər gətirib sizi bura əylənirsiniz. Xoşbəxtsiz? Hayır. Valideynlərinizi sevirsiniz? Hayır. Aferin sizə, aferin. Burada ad günü olan var, yoxsa yox? Yok. Yoxdur. Ancaq bayrama görə yığışmısınız. Həmişə belə yığışırsınız. Bəli. Olar ki, hər bayramda məni də çağırasınız yanınıza. Bəli. İndi mənə nəsə verəcəksiniz yeməyə? Bəli. Doğrudan nə verəcəksiniz? Lahmacun. Çox sağ ol, gözəl bayram. Aferin. Bir də möhkəm. Oxu. Be. Adı nədir qızım? Asiya xanım oxuyur. Azərbaycanın xalq artisti Asiya xanım. Həqiqətən də bu yaşıllıq o qədər məni valeh elədi ki, o qədər sevdim ki bu yaşıllığı. Elə bil ki, öz dünyaya gəldiyim, göz açdığım doğma bir kəndimizdəyim. İnsan uşaqlığını yenidən istəyər, yenidən geri qayıtmaq istəyər. Amma o illəri yerini heç nə verməz. Həqiqətən yaşın üstünə gəldikcə daha da uşaqlaşırsan, daha da hər şeylə keçmişdə olan xatirələri, gözəl xatirələri istəyirsən ki, geri qayıtsın. Uşaqlar, mən sizi çox sevirəm və
xəbərexpress.az saytı. Aytən Muradlı.